Merry Christmas dostlar. Yeni iliniz mübarək olsun. Daha doğrusu elə yeni il deyil, yeni ilə saatlar qalıb. Amma indidən hər birinizi təbrik edirəm. İnşallah ki, növbəti il, 2026-cı il hər birimiz üçün uğurlu olar, bərəkətli olar və ən əsas məsələ komandamız bizi sevindirər. Yeni iliniz mübarək. Dostlar, bildirdiyim kimi bu çəkiliş sırf olaraq Barselonanın cari il ərzində göstərdiyi nəticələrlə bağlı olan bir video olacaq. Öz fikirlərimi bildirəcəm. Komanda necə oynadı, necə oynamalıydı, harda yaxşı oynadıq, harda pis oynadıq. Yüngülvari bir analiz eləyək, ili yola verək və artıq fokuslanaq 2026-cı ilə. 3 kubok komandamız 2025-ci ildə qazandı və bizi sevindirdi. Mən bu mövzu haqqında çox danışmışam və bu haqda fikirlərimi həmişə bildirmişəm ki, biz mövsümə başlayanda, yəni 24-25 mövsümünə başlayanda komandadan belə nəticələr gözləmirdik. Bəli, Flick gəldi, ümidimiz böyük idi, inanırdıq ki, Flick nələrsə eləyəcək. Başım purjun kimi, nə? Gözləyirdik ki, Flick nələrsə eləyəcək, amma bu dərəcədə edəcəyini gözləmirdik. Yəni, etdikləri doğrudan da gözləntilərimizi aşdı və bizi əsl mənada təəccübləndirdi. Bəli, Çempionlar Liqasında uğurlu ola bilmədik. Deməyim ki, uğurlu ola bilmədik. Okey, burada bəlkə belə çox qloballaşdırdım məsələni. Uğurlu olduq məncə, amma son məqamda axırıncı addımı ata bilmədik. İndi etap-etap hər şey haqqında danışırıq. La Liga. Komanda La Ligaya başlayanda, yəni əlbəttə ki, favorit olaraq Real Madridi görürdü hamı və bu həm heyət cəhətdən, həm Real Madridin oturulmuş heyəti cəhətdən, Carlo Ancelotti cəhətdən daha realistik idi və hamı inanırdı ki, Real Madrid 2024-25 mövsümündə də çempion olacaq. Və Mbappe'nin gəlişi belə özü artıq bir təhlükə idi. Barcelonada isə vəziyyət bir o qədər də yaxşı deyildi. Flick yarımçıq bir komandaya gəldi. Flick lax bir komandaya gəldi. Zədəli oyunçular olan bir komandaya gəldi. Yadınızdadırsa Flick öz işinə başlayanda De Jong zədəli idi, Araujo zədəli idi və komandada belə lider yox idi. Və Rafinha'nın əsas məsələ Rafinha'nın yenidən qurulması. Mən buna belə deyəcəm. Flick gəldi, Rafinha'nı inşa etdi. Elə bil o heykəl kimi bir onu icad etdi, onu düzəltdi və ortalığa çıxartdı. Bu haqda daha sonra danışacağım, amma komandanın La Ligada göstərdiyi performans ilk turlarda çox gözəl idi. Komanda çox ideal şəkildə oynayırdı və 8, 9, 10 oyuna yaxın idi ki, komanda xal itirmirdi. El Clasico'da gözəl qələbə qazandıq. Amma noyabr-dekabr aylarında, yəni 24-cü il noyabr-dekabr aylarında komanda çökdü. Çox yersiz xallar itirdik. Osasuna ilə oynarda xal itirdik, Leganeslə, nə bilim Las Palmasla, Atletico Madridə uduzduq. Amma 2025-ci ilə tam başqa cür başladıq və Barcelona 2025-ci ilə kubokla başladı. İspaniya Super Kubokunu qazanaraq öz performansını, yəni göstərəcəyi oyunu düzəltdi və bizi sevindirdi. 2025-ci ildə bəli, Ərəbistanda keçirilən Super Kubok oyunları möhtəşəm idi. Komanda hiss olundu ki, o yüngülvari, xırda krizisdən çıxdı. Və bu uğurdan sonra, Super Kubok qalibiyyətindən sonra Barcelona La Ligada stabilliyini qorudu və sona qədər stabil şəkildə irəlilədi. Xal itirirdi, bəli. Və burada ən əsas məsələlərdən biri də odur ki, Barcelona Real Madridin pis dönəmindən yaxşı mənada istifadə edə bildi. Bunu da boynumuza almalıyıq. Bəli, bizim komandamız nə qədər gözəl oynasa da, nə qədər bizi belə həyəcanlandırsa da, Real Madrid də o deyildi. Bunu boynumuza almalıyıq. Real Madrid prime Real Madrid deyildi. Bəlkə də prime Real Madrid olsaydı, Barça üçün daha çox belə əziyyət olardı. Yaz aylarında Real Madrid mütəmadi olaraq xallar itirirdi və Barcelona bundan maksimum dərəcədə istifadə etdi. Maksimum dərəcədə istifadə etdi və La Liganı qazandı. Və tam olaraq layiq idi. Barça La Liganı qazanmağa layiq idi, möhtəşəm oyun göstərdilər. Amma yenə də unutmayaq, Real Madridin laxlaması az da olsa bizə kömək elədi. Digər qazandığımız titul İspaniya Kuboku idi. İspaniya Kuboku hal-hazırda
İspan Grand komandaları üçün bir o qədər də prioritet bir titul deyil, amma tituldur. Və finalda Real Madrid ilə qarşılaşmağımız ümumiyyətlə bu finalı daha da maraqlı etdi. Və bizim finala getdiyimiz yol çox çətin idi. Atletico Madrid ilə qarşılaşmışdıq, yadınızdadırsa. İlk oyun 4-4 hesabı ilə bitmişdi. İkinci oyunda Ferran Torresin yeganə qolu ilə qalib gəlmişdik. Finalda isə bizi bəlkəm də 2025-ci ilin ən gözəl El Clasicosu oldu və komanda və Real Madrid təmsilinin son illərin ən gözəl El Clasico'sunu bizə bəxş etdilər. Doğrudan da artıq 2-3 il idi ki, biz gözəl El Clasico görə bilmirdik. Bəli, 24-25 mövsümündən əvvəl Barcelona o deyildi. Barcelona çökmüşdü, biz bunu hamımız yaxşı bilirik və hələ də biz çöküşdəyik. Yavaş-yavaş qalxırıq. Amma 24-25 mövsümündə Real Madrid üzərində olan o dominasiya bu oyunda olmadı. İspanya Kubokunun finalı, üzr istəyirəm, məncə son illərin ən gözəl El Clasicolarından biri idi. Hər iki tərəf üçün, hər iki azarkeşin ümidi var idi. Həm Real Madrid azarkeşi, həm Barcelona azarkeşi bu oyundan titul gözləyirdi. Və birinci isə bəli, Barcelona Real Madridə şans belə vermirdi. İkinci hissənin əvvəllərində Real Madrid Barsanı sıxmışdı. Amma oyun elə fırlandı ki, Flikin o təsiri, Flikin o qalib ruhu və qalib ruhlu komandası oyunu çevirdi. Və biz ikinci kubokumuzu qazandıq. Bu, üçüncü kubokumuzu daha doğrusu, İspanya kubokunu qazandıq. Və ən əsas məsələ Çempionlar Liqası. Bizim yaralı yerimiz, bizim zəif nöqtəmiz. Son 10 ildə, yəni doğrudan da komanda belə yaxın olmamışdı Çempionlar Liqasına. Yaşadığımız o krizislərdən sonra, yaşadığımız o problemlərdən sonra axır ki biz o yarım final həyəcanını yaşadıq. Sonuncu dəfə biz 2019-cu ildə yarım finalda olmuşduq və görün neçə illərdən sonra yenidən yarım finala çıxdıq və rəqibimiz bizim heç sevmədiyimiz bir komanda, bizə həmişə problemlər yaşadan komanda Inter idi. Biz həmişə deyirdik ki, bu rəqib bizim üçün daha çətindir, nəinki Bayern München. Bayern Münchenlə qarşılaşsaydıq, bəlkə bizim üçün daha rahat olardı. Bilmək olmaz. Amma Interlə oyun bizə elə bir travma yaşatdı ki, bu travma illərlə bizim yaddaşımızda qalacaq və bu travmadan biz çətin çıxaq. Bəli, biz əgər məğlub olurduqsa, elə ilk hissədəki kimi məğlub olardıq və heç bunu xatırlamazdıq. Amma o adama yer eləyən, adama qoyan bilirsiniz nədir? Olacaqmış kimi olmasıydı. Alına bilərdi və alınırdı da. Yəni, yenidən o hissləri yaşamaq istəmirəm. Bəli, həmin oyunu yada salanda pis oluram. Əslində, Barcelona ilk oyunda oyunun taleyini həll edə bilərdi. İlk oyunda həll edə bilərdi. Barsa biraz arxain oldu. Barsa biraz özünə yaxşı mənada, yox pis mənada inandı. Və belə deyim, Interin Barcelona meydanında hesabı açması və 2-0 hesabı ilə önə keçməsi onlara az da olsa inam qatdı. Onlar öz-özlərinə dedilər ki, Diyanə bir dəqiqə, bu Barcelona prime'dır, bu Barcelona gələn gedənə qoyur, Real'a qoyur, Bayernə qoyur, ona qoyur, buna qoyur. Amma biz bunlara 2 dənə vurmuşuq, davamı da gəlir. Niyə də yox? Niyə də yox da burası? Amma Barcelona qayıtdı ya həmin oyunda və nəsə artığını da edə bilərdi. Amma edə bilmədi. Və o oyunda biz oyunun taleyini həll etməliydik. Sonra gəldik Giuseppe Meazza'ya, o başqa məsələ. Orada olanlar artıq, yəni mənə görə həm bir fəxirdir və həm də bir katastrofadır. Komanda 2-0 məğlubiyyətdən geri döndü və nəinki geri döndü, artıq biz finalı fikirləşirdik. Finalı fikirləşirdik. Son 2 dəqiqə. Son 2 dəqiqə lazım idi. Mənə görə Flikin Barcelona karyerası ərzində verdiyi qərarlara baxsaq, ən bərbad qərarları o Interlə oyunda verdi. Kimisə deyə bilər ki, Inigo Martinez çıxmamalıydı, Araujo girməməli idi. Buna razı deyiləm. Çünki həmin epizodda Inigo Martinez artıq yorulmuşdu, həmin oyunda artıq o deyildi və onun sarı vərəqəsi var idi. Araujo'nu salıb oyuna bir təravət qatmaq istəyirdi, bir güc qatmaq istəyirdi. Etibar etdi Araujo'ya, komandanın əsas kapitanlarından biridir. İnandı ona, amma sağ olsun Araujo bizi yenə də böyrü üstə qoydu. Mən tam başqa şeyləri deyirəm. 2-3 hesablı irəlidə olduğumuz oyunda Flick daha rasional qərarlar verə bilərdi. Daha
soyuqqanlı qərarlar verə bilərdi. Hesaba oynaya bilərdi. Vaxtı uzatmaq məsələsində hardasa manipulyasiyalar edə bilərdi. Amma etmədi. Bilirəm, bəlkə onun xarakterinə xas olan bir şey deyil. Amma bu futboldur. Burada pis bir şey yoxdur. Bunu hamı eləyir. Bunu Real da eləyir. Bunu Barsa da eləməlidir. Bunu, nə bilim, Bayern da eləyir. İstənilən klub eləyir. Bu lazımdır. Amma olanlar oldu. Yenə də arzumuz ürəyimizdə qaldı. Canımız sağ olsun. Amma komandaya inandıq və güvəndik. Komanda bizə o hissi yaşatdı. Növbəti illərdə ümid edirəm ki, komanda bizi sevindirəcək. Yəni, hiss edirəm ki, çox da uzaqda deyil. Yəni, Çempionlar Liqası çox da uzaqda deyil, dostlar. Bunu mən görürəm. Və bu komanda biraz özünə gəlsə, maddi sıxıntılardan çıxsa və 1-2 normal, komandaya layiq oyuncular transfer etsə, biz gələcəkdə doğrudan da bu kuboku nəinki bir dəfə, dəfələrlə qazana bilərik. Ayda Interlə oyundan danışdım. Konkret olaraq əsəbləşdim. Yəni, səncə, o hissləri belə başa sala bilmirəm də mən. Yəni, gələk orada olasan ki, onu görəsən. Onu Novruz görmüşdü. Novruzla bir baxırdıq da. Yəni, Novruz idi, mən idim, Ülvi idi. Ya, konkret stresdə, yəni, sən nə? Depressiyanın dibi idi. Yəni, işə getmək istəmirdim. Yəni, vəziyyət o dərəcədir. İndi bunu danışdım. Gerard Martin. Ayda, Gerard Martin. Nə bilim, canı sağ olsun. Danışdıq, yada saldıq, əsəbləşdik. Məndə də əsəbləşəndə bir dənə mındar xasiyyəti var. Əsəbləşəndə babat acıyıram da mən. Doğrudan da babat acıyıram. Və mənim yaxın dostum Orxan qardaş bilirdi ki, mən bugün Interlə oyundan danışacağam. Ona görə də mənim üçün belə bir hədiyyə göndərib. Fast Bazar. Orxan, təşəkkürlər edirəm. Orxan mənim tanışımdır. Orxan bizim dostumuzdur. Və o yeni bir məkan açıb. Fast Bazar. Məkan dedikdə, yəni bu məkan yəni əyləşmək üçün deyil, yəni yerində xidmətdir, take away-dir, belə deyim, və çatdırılma ilandır. Və Volt və yaxud digər proqramı Boltdan sifariş verə bilərsiniz. Görək Orxan bizim üçün nə göndərib. Görək bu nə olan şeydir. Təzə ingredientlər, özəl reseptlərlə. Maraqlıdır, maraqlıdır. Nəysə, basaq getsin, yəni acından ölürəm, əsəbləşdim. Sən bu Inter olmasaydı mən bunu burada yeməyəcəkdim, nə deyim biləsiniz. Nəysə. Göz haqqınızı halal edin, xahiş edirəm. Bomba diyor brat. Süper. Möhtəşəm. Düzün desəm bilmirəm nədir bu. Gələn menüyə gələm araşdıram. Amma özüdür də yəni. Nozebdən dadına baxın. Orada salam. Birinci salamlayacağım cəmaata. Salam verəcəm. Elə bildim salamlayacaqsan. Ola yeməyə görə adam gəlib şey eləyir. Abi salam verdinə necəsiz? Ver onu mənə. Lülə rol məsləhətli bir şeydir. Lülə rol yox, lülə rol. Rol deyilmi? Rol başqa şeydir. Rullu yoxsa rollu şərhlərdə yaza bilərsiniz. Yəni də Orxan təşəkkür edirəm, var olasan. Yeni məkanın da xeyirli olsun. Ümid edirəm ki, bizim izləyicilərimiz də görüb gəlib səndən belə gözəl lülə rullar alar. Siz evdə ailəvizlə bir yerdə, doğmalarınızla bir yerdə bayram süfrəsində əyləşərkən mən burada oturmuşam. Yemək yeyirəm. Yəni deyirəm, göz haqqınızı halal edin. Bir dənə bizon da vuraq dalınca başlayaq. Barselona'nın 2025-ci ildə keçirtdiyi ən yaxşı 3 oyun. Bu sırf olaraq mənim öz düşüncəmdir. Mən bunu belə görürəm. Əlbəttə ki, bu sizdə tam fərqli ola bilər. Bu 3 oyun mənə görə Barsanın dominasiya olaraq göstərdiyi ən gözəl 3 oyundur. Dominasiya olaraq deyirəm. Birinci oyun Barcelona Real Madrid Super Kubokun finalı 5-2. Şesni, çox sağ ol. Yəni sən bəlkəm də Real Madridə son 10 ilin ən gözəl hədiyyəsini bəxş etdin. Yadınızdadırsa, həmin oyunda ikinci hissədə Şesni qırmızı vərəq aldı, 60 neçəncə dəqiqə idi. Və inanın, həmin oyunda Şesni qırmızı vərəqi almasaydı,
bəlkə də o oyunda hesab 5-2 yox, 7-2 və yaxud 8-ə qədər gedə bilərdi. Mən bunu zarafat eləmirəm. Doğrudan da Barsa həmin oyunda çox gözəl oynadı və dominasiyası möhtəşəm idi. Yəni Real Madridi çox gözəl şəkildə sıxmışlar və Real Madrid tərpənə bilmirdi. Bunu boynumuza almalıyıq. Yəni Real azarkeşlər inciməsin məndən. Yəni olanları deyirəm. Bu belə idi. İndi 4 il əvvəl hansı oyunda Real Madrid bizi belə sıxıbsa, bu da problem deyil. Yəni ola bilər. Amma yəni bəlkə də 4 il əvvəl olub. Yəni yaxın illərdə olmayıb. Və onu nəzərinizə çatdırım ki, sizin Barsaya qarşı dominasiyanız Barsanın həmişə o düşüş olan vaxtlarında, heyətində nə bilim Mingueza oynayan vaxtlarında olub. Amma biz Mbappe ilə nə bilim Bellinghamla, Valverde ilə olan vaxtlarda bu dominasiya eləmişik. İndi gəlib Lucas Vazquezi soxmayın bura. Bizdə də Mingueza var idi ona qalsa. Amma hücumda heç Mbappe kimi oyuncumuz yox idi. Nəysə. İkinci oyun. İkinci oyun mənə görə Barcelona, Atletico Madrid La Liga'nın ilk dövrəsində keçirilən oyun idi. 1-2 hesabı ilə məğlub olmağımıza baxmayaraq o oyun mənə görə möhtəşəm idi. Bax, belə məğlub olmağa deyərəm hə. Barcelona birinci hissə olsun, ikinci hissə olsun, Atletico Madridə zərrə qədər belə şans vermirdi. Atletico Madrid sadəcə olaraq əlinə düşən o şansları maksimum dərəcədə istifadə etdi və qollarını vurdu. Sorlo sağ olsun 90 plusda gəlir həmişə bizə qol vurur və yəni arzumuzu ürəyimizdə qoyur. Amma oyun olaraq, performans olaraq, dominasiya olaraq o Barsanın oyunu möhtəşəm idi. Mənim yadıma gəlir ki, ilk hissədə Barsa o qədər dominant futbol oynayırdı ki, Atletico Madridi qapısına o qədər sıxışdırmışdı ki, Atletico Madrid 3 ötürməni ard-arda edə bilmirdi. Yəni Atletico Madrid Leganes və yaxud Alaves kimi bir komanda deyil. Yəni Atletico Madridin də özünə görə güclü yarım müdafiəçiləri var. Amma onlar 3 pası ard-arda edə bilmirdilər. Və Barsa doğrudan da möhtəşəm oynayırdı. Məğlub olmağımıza baxmayaraq ən gözəl oyunlarından biri idi. Üçüncü oyun. Bu oyunda da biz məğlub olduq. Amma yenə deyirəm, bu oyun mənə görə Barsanın ən gözəl oyunlarından biri idi. 3 oyunundan biri idi daha doğrusu. Inter, Barcelona 4-3. Baxmayaraq ki, məğlub olduq. Barsanın bu oyunda göstərdiyi performans, daha doğrusu ikinci hissədə göstərdiyi performans tam başqa səviyyədə idi. Bəlkə də bəziləriniz indi Benfica-Barsa oyununu deyəcəksiniz. 4-5'lik hesab. O oyun biraz dramatik oyun oldu. Bəlkə ona görə sizə belə maraqlı gəlir. Bəli, Inter-Barsa oyunda dramatik bir oyun idi. Amma Barsanın dominantlığından söhbət gedir. 55-70 və yaxud 55-80 belə deyək. Bu dəqiqələr arasında Barsa Interi o dərəcədə bərk sıxmışdı ki qapısına. O dərəcədə bərk sıxmışdı ki Inter qapısından çıxa bilmirdi. Və Barcelona biraz ayıq olsaydı və biraz belə rasional olsaydı, bəlkə də həmin oyunu 4-3 hesabı ilə məğlub yox, bəlkə də 2-4, nə bilim 2-5 hesablı qalib də gələ bilərdi. Biraz rasionallıq çatmadı, biraz təcrübə çatmadı, biraz o ruh çatmadı və ən əsas məsələ heyət çatışmamazlığı. Oyunçuların ehtiyat skameykadakı olan oyunçuların keyfiyyətsizliyi öz sözünü dedi. Amma oyun olaraq Barsanın ikinci hissədə Inter üstündəki o dominasiyası möhtəşəm idi və mənə görə ən yaxşı oyunlar arasında top 3-ə girir. Siz də öz fikirlərinizi yazın, görüm sizin də fikirləriniz nədir, hansı oyun sizin üçün daha belə maraqlı idi və Barsanın belə dominasiyasını hiss eləmişdiniz. İndi Barsa 7, Valladolid 0 oyunun yazmaq lazım deyil. Yəni o dominasiya deyil. Əlbəttə ki, Valladolid üzərində dominasiya olacaq. Amma mən böyük oyunlarda deyirəm ən çox. Mənim üçün böyük oyunlar daha vacibdir. Nəinki Rayo və yaxud Real Valladolid kimi komandalara qarşı. İlin ən yaxşı oyunçusu, yəni Barcelona'nın 2025-ci ildə ən yaxşı oyunçu nominasiyasının qalibi sizcə kimdir? Noros sizcə kimdir? Noros. Möhtəşəm. Kimisi Lamine Yamal deyə bilər, kimisi Rafinha deyə bilər. Amma mənə görə bu Pedri'dir, sehirbaz. Pedri doğrudan da dəhşət səviyyədə oynadı. 2025-ci ili dəhşət oynadı adam. Yəni doğrudan da futbolu insana orqazm yaşadırdı. Və onun futbolundan, onun göstərdiyi o individual hərəkətlərdən, o futbol intellektindən əgər həzz ala bilmirsinizsə, siz deməli statistika manyakısınız və futbola səhv yerinizlə baxırsınız.
Pedri dəhşət bir şeydir. Yəni doğrudan da Pedri kimi yarım müdafiəçi mən görməmişəm hələ. Bəli, ondan güclüləri ola bilər. Bəlkə mən Iniesta ondan güclü sanıram. Iniesta mənim kumirimdir. Pedri'nin Iniesta olmasına çox var. Amma sırf olaraq Pedri'nin futbola gətirdiyi o tam başqa özəlliyi var. O başqalarında yox idi. Doğrudan da çox başqa cür oynayır adam futbolu. Əylənərək oynayır. Amma professionallığını itirmir. Bax, budur Pedri'nin digərlərindən fərqli edən. Vitinha da möhtəşəm oynadı. Yəni Vitinha üçün möhtəşəm bir il idi. Həm millidə, həm klubda uğurlu oldu. Amma Pedri'nin o individual keyfiyyətləri tam başqa leveldə idi və Pedri məncə 2025-ci ildə Barcelona'nın ən yaxşı oyunçusudur. Yaxşı, sual verək. Ən pis oyunçu kim idi? 2025-ci ildə Barçanın ən pis oyunçusu kim idi Kamran səncə? Kamran deyəcək mən Barça tanıyıram valla. Səncə kim idi? Adı lazım değil. Baş harfi A. Ronald Araujo. Arada bir adamın insanlığı tutur. Deyirsən ki, insanıq da, yəni oğlanıq da. Yəni səhvdir, hər kəs səhv eləyə bilər, okey. Amma bir tərəfdən də baxıb deyirəm ki, qardaş, sən səhv eləyən yaşın deyil axı. Sən 20 neçə yaşın var, 26, 27, 28-in içindəsən ücə. Sən səhv eləməli deyilsən də, Araujo. Artıq ikinci mövsümdür ki, sən bərbad mövsüm keçirdirsən. Desəm ki, pis mövsüm keçirdir, deyərəm okey də, bərbad mövsüm keçirdirsən və ən vacib oyunlarda komandaya, yəni deməyim ki, nəsə vermirsən, verməyin qalsın bir qırağa, verdirirsən promoy. Yəni komandanı böyrü üstə qoyursan, başa düşdün necə? Yəni bu belədir. Interlə səhv, PSG ilə səhv, yaxın günlərdə deyə oktyabr ayında, oktyabrda olmuşdu Chelsea-nin oyunda, yoxsa noyabrdaydı, hə. Chelsea-nin oyunda quşladın. Yəni adam nə qədər səhv eləyir. Getdin İsrailə, gəlmisən, indi məşqlərə başlayıb. Barçanın Kakraz elə bugün məşqi var idi. Jurnalistlər qarşısında və publika qarşısında, azarkeşlər qarşısında məşq keçirdi. Araujo bir aydan sonra məşqə qayıdıb. Ala elə bil, bu depressiyadayım, nədəyəm, ala nə olub ala? Bu da mənim kapitanım ola, bu da mənim kapitanım. İndi qınamıram, çox belə təzyiq gəldi ona ictimai tərəfdən, media tərəfdən, azarkeşlər tərəfindən. Amma yəni nə bilim də, bu həddə gəlib çatmamalıydı da bu. Qayıdıb sual verəcəm ki, ilin ən yaxşı transfer nominasiyasının qalibi kim ola bilər? Qayıdıb deyə bilərsiniz ki, ay xiyar, biz nə transfer etmişik ki, nə də nominasiyamız olsun, adama deyərlər, düz demirəm, nə nominasiyamız ola bilər. Transferimiz olub bizim, Barcini aldıq və Joan Garcia'nı aldıq. Vəsə. Və burada avtomatik olaraq qalib Joan Garcia'dır. Joan Garcia məncə Barçanın son 10 ildə etdiyi ən yaxşı 5 transferlərdən biri ola bilər. Ola bilər. Yəni ona doğru gedir. Joan Garcia mövsüm başlayandan belə qlobal səhv etməyib. Bəli, Oviedo ilə oyunda səhv etmişdi, çıxışda səhvə yol verdi. Daha doğrusu çıxışda səhvə yol vermədi. Düzgün çıxdı və topu qazandı, amma ötürməsini səhv etdi. Okey, bağışlamaq olar elə cüzi səhvlərə görə, çünki Barça onsuz da riskli futbol oynayır və qapıçısı həmişə belə riskdən üzbəüz qalacaq. Yəni belə səhvlər bəlkə də Joan Garcia'da dəfələrlə olacaq. Yəni buna hazır olun. Amma Joan Garcia'nın komandaya təsiri, yəni komandaya verdiyi o güvən tam başqadır. Yəni artıq müdafiəçilər və ya digər oyunçular hiss edir ki, yəni arxada divar var da, yəni deşik yoxdur, divar var. Bəli, Şesni bizə 2025-də çox töhfə verdi, çox xeyir verdi. Əməyini aşağılamaq istəmirəm. Amma yəni Şesni o deyil. Adam kino çəkirdi, gəldi futbol oynadı. Yəni olmaz da belə, amma çox dəstəyi oldu. Oynadı, titullar qazandı durduq yerə. Plus 3 titul əla. Amma Joan Garcia doğrudan potensialı qapıcıdır. Onu biraz inkişaf elətdirsək, doğrudan dəli bir şey ola bilər, dəli bir şey ola bilər, inanıram. Özdə belə bir xəbər çıxıb ki, Noruz. Güya ki, De La Fuente onu milliyə çağırmaq istəmir. Yəni, üçünü pozmaq istəmir. Unai Simon, Sanchez, bir də Raya'nı. Yəni,lıqdır da, başqa nə deyim mən buna? Yəni, niyə çağırmayasan ki onu? Demirəm, əsas qapıcı elə, okey, sən Unai Simonu yapışdırmısan, sənin sistemində oturub. Amma bu adamı niyə çağırmayasan da, potensial var. Ən pis halda. Yəni, orada Sanchez'ə yer olmamalıdır. Yəni, inciməyin məndən, Chelsea azarkeşlər, amma Sanchez orada olmalı deyil. İndi bu bir dənə özü üçün brigada yaradıb orada. Yəni, indi qaqam zordur da, bilin, 3 dənə qapıcı, mənim avtoritet qapıcılarım var. Nəysə, Yamalın partlayışı. Yaxşı mənada deyirəm, bunu hepsi mənada demirəm, Yamalın partlayışı. Yamal doğrudan da Barçanın ən əsas oyuncularından biri idi. Yamalın Interlə oyunda göstərdiyi performanslar, Real Madridlə oyunda göstərdiyi performanslar hard level idi.
Doğrudan da 18 yaşında belə bir futbol oynamaq hər oyunçunun başı üçün deyil. Bəli, biz Yamalı pisliyi yarada bir. Bunu keçən çıxışda da demişdim. Amma Lamin Yamalın Barselonaya verdiyi o təsir, oyunlarda göstərdiyi o individual təsir tam başqa səviyyədədir. Bəli, quşlayır arada bir, o nə bilim cici hərəkətlər edir, amma rəqiblər ondan qorxur, çəkinir. Messi dönəmindən sonra Barselonada belə bir oyuncu olmamışdı. Nə mənada? İndi gəlib bir dənə ağıllısı yazacaq ki, qaqa, get handbola bax, Messi hara, Lamin Yamal hara. Qardaşım, müqayisə eləmirəm, təsirin göstərirəm, təsirin. Yəni, Messi dönəmində müdafiəçilər deyirdi ki, ay bilə, Messi qabağımdadır, mən bunu necə saxlayayım? İndi qayıdıb deyirlər ki, Yamal var, Yamalı mən necə saxlayayım? Çünki Yamalda var da, bu ağzında qabından var da bu adamın. Mən indi gəndə əsəbləşib açıb bunu da yiyəcəm, ha. Yəni, bunu başa düşmürlər, əsəbləşirəm mən. Mən Yamalın o həyat tərzini zadını qınamıram. Qınayıram, üzr istəyirəm, qınayıram. Nə bilim, o balaca boy adamlar çağırıb, ad günündə nə bilim, 5 dənə yaxşı qız çağırıb, başqa məsələ. Onu mən qınayıram, belə şeylərə razı deyiləm. Amma oyunu ötən mövsümə baxanda pisdir, razıyam. Yəni, individual olaraq bəzən taxtalıq edir, giz-giz şeylər edir. Amma nəticəsi var, adam stabil oynayır, nəsə komandaya töhfə verir də, başqa məsələ. Amma həyat tərzi başqa məsələ. Yəni, həyat tərzini düzəltsə, super zor oğlan, öpəcəm, qucaqlayacam, deyəcəm, Allah, vapşə gəlib Bakıya, qardaşın sənə bir dənə qonaqlıq verir Coratda, Novruzda mənim yanımda. Gördün, qəşən qafiyə alında, fonlu repə gələ bilərəm. Samir, çağırın mənə çənəyə burat, görürsünüz, repdə deyirəm. Və bizim komandanın bir dənə oyuncusu var ki, bu oyuncuya qoyan yoxdur. Həm Barcelona tərəfindən, həm də futbol camiyyəsi tərəfindən. Bu bizim Braziliyalı qəhrəmanımız, Braziliyalı kapitanımız Rafinyadır. Təsəvvür eləyin, özünüzü qoyun Rafinyanın yerinə. İşləyirsiniz, oxuyursunuz, nə bilim, hansısa bir aktivitəviz vardı, okey. Və sizə gəlib deyirlər ki, qaqaş, sən bizə lazım deyilsən, sənin üstündən təpi vırırıq. Bizə baba o oğlan lazımdır, başa düşürsünüz, bu oğlanı istəyirik. O oğlanla gəlməsə də sual altında da. Sizə qalib deyirsiniz ki, okey də, yaxşı da, neynəyək? Vırırsınız vırında. Amma bir dənə, yaxşı bir dənə kişi gəlir, özə qatarla gəlir, ha, əlində bir dənə sumka ilə, gəlir həmin o oğluna deyir ki, qaqaş, sən heç kim buradan qova bilməz, sən mənə lazımsan. Sən mənim proyektimdə olacaqsan. Bu da Flickdir. Yəni, mən doğrudan da gözləmirdim bunu. Doğrudan da gözləmirdim. Bəlkə də Flickin karyerası ərzində hansısa bir oyuncuya təsiri varsa, burada birinci yer 100% Rafinyadır. Birinci yer 100% Rafinyadır, burada sözsüz. Yəni, adamı orta səviyyəli oyuncudan qaldırdı, elədi bir elit səviyyəli oyuncu. Və bu elit səviyyədə qalmaq üçün əlbəttə ki, Rafinya stabil oynamalıdır. Bir 2-3 mövsüm belə oynamalıdır. Bu başqa məsələ. Və hələ ki də oynayır, pis deyil. Yəni, ötən mövsümə nisbətən zəifdir, amma indi oynayır. Amma Rafinya lazımsız bir əşya kimi idi. Heç kimə lazım deyildi. Artıq transfer xəbərləri yayılmışdı. Ərəbistan, Nico Williams'ın 11 nömrəli forması çıxmışdı. Yəni, bir sənə deməkdir, hörmətsizlikdir bu adama. Amma adam gəldi, ona kapitanlıq sarğısı verir. Dedi, mən sənə inanıram və doğrudan da inamı boşuna deyildi. Yəni, Rafinha ilə Flick elə bir ata-oğul kimi bir şeydir. Əslində, mən inanmırdım ki, Flick Alman disiplinli bir şəxs, Almaniyalı bir baş məşqçi gəlsin, Braziliyalı disiplinsiz oyuncularla belə işləsin. Biz burada Rafinyanı daha yaxşı tanıdıq. Biz Rafinyanı bu qədər yaxşı tanımırdıq. Nəyə görə? Çünki bilmirdik bu adam nələrə qadirdir. Xavi ona imkan vermirdi. Yadınızdadırsa, Xavi onu 50-ci dəqiqədə zamen eləyirdi, 60-da zamen eləyirdi, adam yaxşı oynayırdı, zamen eləyirdi, pis oynayırdı, zamen eləyirdi. Barça Unitedlə oynayırdı Avroligada. Hamıdan yaxşı oynayan oyuncu budur, 60-cı dəqiqədə zamen eləyir. Adam gəlib şeyi dağıdırdı, o, nədir onun adı? Skameykanı dağıdırdı ki, mənə niyə çıxarsan da xiyar. İndi Xavi üzr istəyirəm, indi də Xaviyə xiyar dedim, amma yəni əfsanəmizdə, amma məşqçi kimi yəni nolsan da burası, yəni sən əfsanə məşqçi deyilsən. Yəni o cəhətdən o deyilsən burası, bağışda. Yəni niyə çıxarasan da, yaxşı oynayan oyuncu niyə çıxarasan 60-da? Amma Flick gəldi, ona inandı, kapitanlığı verdi, liderliyi verdi, azadlıq verdi. Ona dedi ki, qardaşım oyna. Və gözəl bir tandem yaratdı onlardan. Yamal'la, nə bilim, Lewandowski-la qatdı, trio elədi. Lewandowski haqqında danışmayacağam, bu yeni ildə bayramı korlamaq istəmirəm. Ferran haqqında görürsünüz danışmıram, Lev haqqında danışmıram, nə bilim, bəziləri haqqında danışmıram, biraz Araujo haqqında danışdım, o da məcbur idim. Ona görə Rafinha ürəkdir, Rafinyaya
dəyər vermirlər. Rafinha nə bilim 11-liyə soxmadılar. İndi o gün başını allatdılar. La Liqanın ən yaxşı oyunçusunu verdilər Globe Soccer tərəfindən. O da Ronaldonun qurduğu bir biznesdir, nə bilim nədir özü bilər. Özü də Şərqin ən yaxşı oyunçusu. Hə, Şərqin neçə ildə alvada Şərqin ən yaxşı oyunçusu. Niyə var da? O titul niyə olsun da yəni? O düşünsənə, yəni partlayış olacaq. Həm Şərqdə də yaza bilərlər. İmində Şərqin ən yaxşı oyunçusu mükafatı Ronaldo Ərəbistana gələndən sonra yaranıb. Hər ildə Ronaldo götürür. Deyirlər, bax görürsüz. Yəni bu konkret sən nədir? Yəni monarxiyadır da belə də, yəni başqa variant yoxdur. Yəni belə bir şey yox idi. Niyə belə bir şey icad eləyəsən? Nəysə Ronaldo, sən əgər bu ilə təsəlli tapırsansa, sən əgər bundan kayf alırsansa, get kayf al, brat. Ona görə yaşa. Və sonda 2026-cı ildə gözləntilərimiz nələrdir? Yenə də təkrar edirəm, çox danışmayacağam. İnanırıq komandaya, bu yaxşı bir şeydir, inam əla bir şeydir, amma realistik olmaq daha yaxşı bir şeydir. Biz hal-hazırda Çempionlar Liqasını qazanacaq səviyyədə deyilik. Bəli, hansısa etapa qədər gedə bilərik, amma bizim heyətimiz, bizim maliyyə problemlərimiz buna imkan verməyə bilər. Və alınmasa belə pis olmaq lazım deyil. Çünki gələcəkdə bu komanda çox böyük işlər görəcək. Rəhbərlik dəyişəcək, dəyişməyəcək onu bilmirəm. Amma rəhbərlik doğrudan da dəyişilsə belə və yaxud dəyişilməsə belə, düzgün qərarlar versə, rasional qərarlar versə, bu komanda çox işlərə imza ata bilər. Çünki bu heyətlə nəsə etmək olar. Potensiallı gənclərimiz var. Bunları istifadə etməliyik. Hücumçu alınmalıdır, müdafiəçi alınmalıdır və inanıram ki, komanda bu il La Liqada çempion olacaq yenidən və Flick 2 il arda-arda, yəni 2 mövsüm arda-arda çempion olaraq adını tarixə yazdıracaq. Və Çempionlar Liqasında hər şey püşk atmadan asılıdır, zədələrdən asılıdır. Ümid etməliyik ki, zədələr olmaz. Ümid edək ki, yəni heç bir komandada bu zədələr olmasın. Çünki zədələr hal-hazırda futbolu məhv eləyib, içinə qoyub. Yəni 2 gündən bir oyunçu zədə alır, 2 aylıq, 5 aylıq gedir, futbolun marağı ölür. Bunu da UEFA, FIFA özü təşkil eləyib, yəni futboldan daha çox pul qazanmaq istəyirlər, amma futbolun keyfiyyətini öldürürlər. Bu haqda biz nə vaxtsa danışmışdıq. Futbolun keyfiyyətini öldürmək istəmirsənsə, oyunları az etməlisən. 10 il əvvəl necə idi? 10 il əvvəl zədə var idi, ala. 5 aylıq, 6 aylıq zədə var idi. Sən Ronaldo Messi'nin 10 aylıq zədə almasını görmüsən? Yox. 31 dekabrdır. Şaxta Baba Bakıdadır. Şaxta Babadan 2026-cı il üçün yalnız bir transfer istə. Yalnız bir transfer. 2026-cı il üçün bir transfer. Julian Alvarez. Ya Julian Alvarez transfer üçün, yəni uşaqlar baxır. Onun üçün yəni hər şey verərdim də. Eyonqu deyərdim. Kimi? Etta Eyonq. O Rafinha kimidir. Heç kim gözə soxmur onu. Etta Young. Etta Eyonq. Amma sən Levant oynayır, brat. O indi balaca klubda oynayır. Yəni demirəm, pis oyunçudur. Ha, oynayan top klublar maraqlanır, okey. Amma onun gəlib top klubda hansı effekt verəcəyini biz görmürük. Görə bilmərik. Yəni bilmirik ki, o hansı effekti verəcək. Amma özdə o Barsa sistemində oynayan oyunçu deyil ha. Yəni topla oyunu yoxdur. O ancaq bitiricidir. Onun pas canavar ki. edri olsa, bildim. olsa. Amma Alvarez, brat, Alvarez sən nəyə görə daha yaxşıdır? Daha belə məntiqli seçimdir. Çünki Alvarez bir hücumçu deyil. Prosta hücumda oynayan yarım müdafiəçidir. Başa düşdün? Yəni Barsada onu qoyursan hücuma, o adam hücumdan başqa yerdə oynayacaq. Gələcək Pedri'nin yanına, Rafinha'nın yanına düşəcək, nə bilim Yamal'la orada axırda isə hoqqa eləyəcəklər. Tiki-taka nəsə tema. Əsl tiki-takalıq oyunçudur o adam. Ciyəri güclüdür. Kimin ciyəri? Yəni Kim? Alvarez. Alvarez. Yaxşıdır ki, hər krayda görə bilirsən onu. Hətta o Barsa, əsl Barsa adamıdır o. Qardaşım, yəni bu dəqiqə, yəni Guardiola onu buraxdı əlindən. Yəni Guardiola onu səhv eləmədi. Amma yəni Haaland kimi oyunçunu buraxmaqdansa, yəni onu da buraxım, amma Haaland yəni bitiricidir, yəni canavardır. Amma Alvarez ürəklərdədir. Alvarez'i Barsa gözləyirəm. Özdə onu pisən neçə? Ona istəyirəm ki, 9 nömrəni versinlər. 9 Levan dalından bir dənə şap getdi. Leva sevərlər var. O Azərbaycan nə qədər Leva sevər var ala. Nəysə, nə bilim. Havari fanatlarına görədir. Bir dənə də Snegurutskadan müdafiəçi istə gedək. Snegurutskadan müdafiəçi Bəhlul Mustafazadə. Ya, yəni ümid edirəm ki, Bəhlul atansa Barsını oynayar. Yaş gedir, brat. Bəhlul getməlidir məncə top kluba. Nəysə. Amma yox, brat. Niko Schlotterberg. Solaxay. O olmasa, yəni Xrensinim də Bastoni, brat. Bastoni. Amma şey gələcək. Senesi gəlir də, yəni şey gələcəklər. Laporta alacaqlar. Niyə də yox da, brat, niyə də yox. Nəysə uşaqlar. Yeni ilinizi təbrik edirəm. Yeni il sizin üçün uğurlu olsun, bərəkətli olsun. Nə bilim, nə ki arzulamısınız, alınmayıb 25-də, alınar 26-da.
alınmasa belə keyfinizi pozmayın, təslim olmayın. Ən azından biz Barsa azarkeşiyik. İndi Reallara da aid edirəm bunu. Reallar da öpürəm. Yəni adekvatları, nə bilim Bayern, Lüboy azarkeşi fərq etmir. Hamınıza uğurlar arzu edirəm. Çox sağ olun ki, məni izləyirsiniz, dəstək olursunuz. Vallahi xoş sözlərinizi eşidirəm. Yəni konkret olaraq orqazm yaşayıram da. Yəni siz məni, yəni doğrudan da, yəni sizin bu xoş sözləriniz məni sevindirir. Öpürəm hamınızı. Yeni ildə görüşənədək. Viska Barsa, Viska Kataloniya.